Salam uşaqlar. 154-cü testin izahından yenə də sizin qarşınızdayam. Vaxt itirmədən suallarımızın izahına keçək. Deməli, yenə də Məhəmməd Qarakişevin kitabından 154-cü quizin izahını verirəm uşaqlar. Səhifəsi 161-dədir. Baxa bilərsiniz kitabla da və yaxud kitabı olmayan elə video ilə bərabər izləyə bilər. Baxın uşaqlar, birinci sualda bizdən nə soruşur? Choose the nouns in the singular. Təkdə olan isimləri seçək. Təkdə olan isimlər. Baxırıq, mice nədir? Mice mouse'un cəmidir. Bunu götürmürəm, düzdür. Polis nədir? Həmişə cəmdə olan polislər götürmürəm. Bizə tək lazımdır. Butter, bəli, götürürəm. Sonra ox nədir? Öküz, cəmi oxundur, bəli, götürürəm. Bir də floor götürürəm. Deməli, doğru cavabım 3, 4, 5 D bəndə olacaq. Sonra choose the correct antonym of the word early. Early sözünün düzgün antonimini seçəcəyik. Antonim nə idi? Əks mənalı sözlər idi. Yəni sözlərimizin tərcüməsinə baxaq. Baxın, early erkən deməkdir, tez deməkdir. Late gec. Different müxtəlif. Busy məşğul. Difficult çətin. Important mühüm. Sizcə bu sözlərdən hansı olacaq? Təbii ki, early, late. Antonim deyir axı. Ona görə early, late A bəndi doğru cavab olacaq. Sonra üçüncü sualımıza baxırıq. Has your son got a school uniform? Deməli, baxırıq uşaqlar, aşağıda yes, no question, yəni cavabları verib. Yadınızda qalsın, bu tip sualları işləyərkən bilin ki, sual nə ilə verilibsə, cavab ondan olacaq. Həzlə veribsə, həzlə olan cavabları axtaracam. Elə isə baxın uşaqlar, does nədir? Çıxıram. Sonra burada da does var, onu çıxıram. Have, you have deyil, həzlə olmalıdır. Bunu da çıxıram. Sonra has your son deyir. Your son nədir? Kişi cinsidir. She has olmaz. She ilə cavab qaytara bilmərəm. Ona görə no, he hasn't deyir. Doğru cavabım D bəndi. Deyir ki, sənin oğlunun məktəb forması var. Deyir no, he hasn't. Xeyr, onun məktəbli forması yoxdur. Əgər burada got olmasaydı, biz onda do does'la verə bilərdik sualımızı. Sual onsuz da burada o sual bizi maraqlandırmır. Artıq burada biz baxacağıq ki, hazır formada nə ilə sual verilib? Həzlə. Deməli, variantlarda ancaq həz axtaracam mən. Yəni, do does axtara bilmərəm. Sonra, dördüncü sualda choose the correct variant deyir. Düzgün zaman, daha doğrusu düzgün variantı seçin deyir. Burada bir dənə today var, özdə I var. Today I deməli indiki zaman istəyir. İndiki zaman istəyirsə D-ni çıxacam. İkinci tərəfdə and. Baxın, and-dən sonra I-dən sonra boşluq var. O da elə birinci today-ə aid. Yəni today hər iki tərəfə hökm eləyir burada. O deməkdir ki, başda verilən today bu ikisinə də aiddir. Bugün mən evdəyəm və daha doğrusu bugün mən boşam və evdəyəm. Ona görə ikinci tərəfdə olan was-u da çıxacam. Yəni C bəndində çıxıram. Sonra baxıram I ilə iz işlənməz axı. Ona görə A bəndində çıxacam. Elə E bəndində də iz var, onu da çıxıram. Doğru cavabım qaldı B bəndi. Today I am free and I am at home, but yesterday I was at the zoo. Görürsünüz, yesterday'ə görə də ikinci tərəfdə was işlətdim. Bugün mən boşam, evdəyəm, amma dünən Zorparkda idim. Doğru cavabımız oldu B bəndi. 5-ci sualla davam edirik uşaqlar. Deməli, 5-ci sualda nədir? Burada da yenə article istəyir. Biz demişdik ki, burada baxın. The heaviest var. Nədir heaviest? Yəni üstünlük dərəcəsidir. Üstünlük dərəcəsidirsə biz demişik ki, onun qarşısında Z işlədəcəyik. Yəni bunun bir mənalı, heç izaha da ehtiyac yoxdur. C bəndə olacaq doğru cavabımız. Sonra 6-cıda deyir ki, definition testidir. Baxaq. Single, stupid, quiet. Deməli, single nədir? Tək. Stupid nədir? Axmaq. Quiet sakit deməkdir. Single tək. Yəni the only. 1B olacaq. 1B. Stupid, axmaq, yəni not clever, yəni ağıllı olmayan. Quiet'da not noise, yəni səs olmayan, yəni 3də A olacaq. 1B, 2C, B, C, A. Doğru cavab D bəndi. Sonra 7-yə baxırıq. 7-də deyir ki, choose the correct tense form, düzgün zaman formasını seçin. Cümləmə fikir verirəm. Baxıram ki, bir zaman göstəricisi yoxdur. Yəni zaman zərfi yoxdur. Ona görə də variantlarla düşüb variantlarla işləyirəm. Baxıram uşaqlar, burada ilk gözümə dəyən nədir? Understand heç vaxt daimi zamanda işlənməz. Ona görə ing olan variantlar çıxacam. Sonra hansı var? Burada wasn't understand olmaz. Bunu da çıxıram. Yəni wasn't işlənməz bu belə. Wasn't understand nə deməkdir ki? Onu da çıxdım. Sonra baxıram. Burada ikinci tərəfdə he var. Burada da understand olmazdı. Understands olardı deyə C bəndində çıxıram. Sonra baxaq görək. Doesn't understand.
Spoke. Aha. Burada da sonra baxıram ki uşaqlar. Baxın, spoke verib həm də understand verib B bəndində. Spoke keçmiş zamanda da, understand indiki zamanda da. Zaman uzlaşmasına görə B bəndində çıxıram. Bircə dənə variant qalır. Speaks, doesn't understand, yəni doğru cavab E bəndi. Baxın, yerinə qoyaq. Rüstəm's English teacher speaks too fast and he doesn't understand him. Rüstəmin ingilis dili müəllimi çox sürətlə danışır və o onu başa düşmür. Bəli, doğru cavabımız oldu E bəndi. Aha, növbət testimizə baxırıq uşaqlar. 8-ci testdə choose the correct adjective deyir, düzgün sifəti seçin deyir. Deməli, cümləmə baxıram, mənim ipucu verən zəndir. Zən demişdik, zən bağlacıdır, müqayisə istəyir. Müqayisə istəyirsə A bəndində enjoyable-dır, səhvdir. Sonra B-cəni buraxıram hələ ki. The most olmaz üstünlük dərəcəsidir, çıxıram. As adi dərəcədir, çıxıram. Qalır B ilə C arasında. Enjoyable-da çox hecalı sifətdir deyir uşaqlar. R-lə olmayacaq, more enjoyable olacaq. Ona görə də doğru cavabım oldu C bəndi. Deyir ki, they think the resort is more enjoyable than camping for the summer holiday. Yəni zən olduğuna görə burada da more enjoyable işlədəcəyik. Sonra 9-a baxırıq. 9-da deyir ki, deməli, yesterday we didn't have. Aha. Baxıram, burada nöqtədən sonra isim var. Batə, yağ. İsim var deyə demişik, törəmələrdən sonra isim işlənməz. İlk bunları çıxacam. Sonra baxıram, inkar cümləsidir deyə elə samı da çıxacam. Doğru cavabım qaldı C bəndi. Yesterday we didn't have any butter for breakfast. Dünən nahar üçün heç yağımız yox idi bizim. Doğru cavab C bəndi. 10-cu suala baxırıq. 10-cu sualda baxıram uşaqlar. Burada boots var. Boots çəkmə deməkdir. Çəkmələr cəmdədir deyə zisi çıxıram. Dəti çıxıram. Sonra. Aha. Dəti biraz ehtiyatla yazaq. Aha. Çıxdım. Sonra qalıram. Zoz, ziz. Çünki burada zoz mu olacaq, ziz mi olacaq? Bir ipucu vermir. Eləcə cəmliyinə baxıram ki, hə, cəm işlətməliyəm. Onda ikinci tərəfə baxıram. You can't enter the room in. Aha. İkinci, biz demişik ki, burada da bir söz önü var. Söz önündən sonra nə işlədirik biz? Obyekt əvəzli işlədirik. Ona görə Z-in burada nə iş var ki? Cümlənin axırında şəxs əvəzliyi olmaz. Bunu da çıxdıq. Aha, qalıram ki, A yoxsa C bəndi. Baxın uşaqlar, deyir ki, bu çəkmələr çox palçıqlıdır. Sən onunla otağa girə bilməzsən. Çəkmə də cəm isimdir deyə ona itlə qayıda bilmərəm mən. Olacaq, Z-mlə olacaq. Çünki niyə? Baxın, these boots are muddy. You can't enter the room in them. Onların içində. Yəni çəkməyə aiddir deyə onların içində. Doğru cavab E bəndi olacaq. 10-cu testimizdə uşaqlar baxırıq. 10-cu yox, 11-ci testimizə baxırıq. 11-ci testimizdə yenə positive case axtarırıq. Positive case-də biz demişdik ki, əgər cümlənin əvvəlində deməli, biraz böyüdək. Aha. Belə. Deməli, əgər cümlənin əvvəlində Z varsa, onda biz cəm isim, deməli bütöv ailəni nəzərdə tutur. Ona görə bu səhvdir. Apostrof S yox, S apostrof olardı, bu səhvdir. Sonra Raul's and Davud's mother. Biz demişdik ki, əgər hər ikisinin S-i varsa, bu deməkdir ki, hərəsinin özünün anası var. Elə isə ana sözü cəmdə olmalıydı. Ona görə o da səhvdir. Mother's olsaydı düz olardı. Çünki Raul'un öz anası var, Davudun öz anası var. Əgər Raul'un apostrofu olmasaydı, bu düz olardı. Onda deməkdir ki, Raul'la Davud qardaşdılar. Ana da ortaqdır, bir dənədir. Ona görə B bəndində götürə bilmirəm. Sonra baxıram, her husband's going to the forest. Burada baxın uşaqlar, apostrof S-dən sonra going gəlir. Biz o vaxt bunu düz götürərdik ki, özündən sonra bir feil olardı. Cümlənin feili yoxdur axı. Onun həyat yoldaşının gəlişi və sanı cümlənin xəbəri. Cümlənin xəbəri yoxdur. Demək, is going to the forest. Məktəb nədir? Meşəyə gedir deyir. Ona görə də E bəndi də, C bəndi də getdi. Sonra my son's toys. Mənim oğlumun oyuncaqları. Bəli, apostrof S, sonra da oyuncaqlar. R da oyuncağa görə düzdür. Bəli, bu ilə doğru cavabımız D bəndidir. Burada heç bir səhvimiz yoxdur. Bəs E bəndində nədir səhv? Uşaqlar, baxın, ziz varsa dogs cəmdə olmalıydı. Dogs apostrof olmalıydı. Ona görə də E bəndi də səhvdir. Doğru cavabımız D bəndi. 12-yə baxaq indi. Deməli, 12-də aha. 12-yə baxırıq. 12-də deyir ki, deməli, to be good at, to be bad at olan ifadədir. Yaxşı, nədəsə yaxşı olmaq, nədəsə pis olmaq.
Baxıram burada necə başlayım bu cümləyə. He is bad at ola bilər və yaxud he is not bad at ola bilər. He is not bad at. Yəni burada birinci tərəflə hələ heç bir iş görə bilmirəm. Çünki pis də ola bilər, yaxşı pis olmaya da bilər. Bununla bir iş görə bilmirəm də. Qrammatik cəhətdən heç bir şey eləyə bilmirəm. İkinci tərəfə baxıram. He ilə news ola bilər, doesn't know ola bilər. Amma he ilə no olmalı idi C bəndində. Knows olmalı idi, no veriblər. Ona görə C bəndini pozuram. Sonra D bəndində isə does verib, həm də knows verib. Biz demişdik, does olan yerdə bunun S-ini sanki götürür də özünə. Ona görə bu da getdi. Aha, bir dəqiqə, bu da getdi. İndi baxırıq. Deməli, bunlar çıxandan sonra ancaq məna ilə baxacağıq da. Deməli, burada nə var? Doesn't know, knows. Aha, baxırıq. Deyir ki, he is bad at English. He knows many words. Əgər A bəndini qoysaq, deyir o ingilis dilində pisdir, ingiliscəsi pisdir də. O çox söz bilir. Çox söz bilirsə niyə pis olur ki bu? Düzdür? Demək, məna cəhətdən bu səhvdir. A bəndini də çıxardırıq. He is not bad at English. O ingiliscə pis deyil, ingiliscəsi pis deyil, amma he doesn't know many words. Amma heç bir çox söz bilmir. Çox söz bilmirsə, onda he is çox söz bilmirsə, onda he is bad olardı. Ona görə B bəndi də getdi. İndi baxaq. He is not bad at English. İngiliscə pis deyil. He knows many words. Bəli, elə doğru cavabım E bəndidir də. Deyir o ingiliscəsi yaxşı, pis deyil, çox sözlər bilir. Burada biraz tərcüməyə diqqət edin. Biraz çaşdırıcı test ola bilər. Yəni ki, tərcümə ilə bağlı başınız qarışa bilər də, tapmaca kimidir sanki bu not bad, nə bilim, bad. Ora diqqət edin. Doğru cavabım oldu E bəndi. Sonra 13-ə baxırıq. 13-cü testdə choose a correct tense form deyir. Düzgün zaman formasını seçin deyir. Baxın, burada zaman formasını işləyəndə demişdim, zaman zərfləri sizə kömək eləyəcək. Burada da mənə elə bax, bu at 5 o'clock yesterday dünən və dünənin dəqiq vaxtını göstərirsə, dünənin dəqiq vaxtı present past continuous olacaq. Doğru cavabım was writing olacaq. D bəndi. I was writing an essay about my motherland at 5 o'clock yesterday. Dünən saat 5-də. Baxın, dünənin işarəti var. Ona görə A bəndini, E bəndini, C bəndini çıxıram. Əgər dünən təkcə olsaydı B bəndi olardı. Amma dünənin hansısa bir saatını, dəqiqliyini göstərir. Dünəninki hansısa dəqiq vaxtı göstərirsə, biz onda keçmiş davam edəcək. Past continuous işlədəcəyik. Doğru cavabımız oldu D bəndi. Bugünkü testimizdə başa çatdırdıq uşaqlar. Bilirsiniz, hər quiz 13 sualdan ibarətdir. Növbəti sınaqlarda, sınaq suallarında, quizlərdə görüşənədək. Sağ olun uşaqlar.